hər birinin ümumi və konkret ağaları var. Və burada kim daha çox Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdirsə, daha çox ənamalı, daha çox mükafatlandırılır və bu dırnaqarası güzəllük... Burada yarış gedir də. Və yarış gedir və hətta bir-birindən konfliktin kökündə də o dayanır ki, sənə niyə çox verilir, mənə az verilir. Biz ikimiz də bu Azərbaycan dövləti və dövlətçilik və xalqı əleyhinə çalışırıq, mübarizə aparırıq, əleyhə ya. Niyə sənə çox pul verilir, mənə az? Bax, budur onların əsl mahiyyəti və sadəcə mən onlara heç valla insan da demədən bunlar məxluqdurlar və siz bilirsiniz də təbiət səhvlər eləyir. Təbiətdə səhvlər var. Məsələn, bir də görürsən ki, qoyunun 4 yox 5 ayağı var. Bir də görürsünüz ki, bir keçinin 2 başı var. Təbiətin səhvlidir bunlar. Mənə elə gəlir ki, bax, bu şəxslər ki, bu dövlətimizin, biz onu nə zülmlə qurmuşuq, biz torpağı, ərazi bütövlüyümüzü təmin etmək üçün nə qədər şəhidlər vermiş, Allah qəni-qəni onlara rəhmət etsin. Allah rəhmət eləsin. Nə qədər gəncimizin deməli əlil olub, müharibə əlinə çevrilib, qaziyə çevrilib və bu reallıq fonunda, yəni mən hesab edirəm ki, bax bu kəslər elə təbiətin səhvlidirlər, dünyaya gəliblər. Təbiətin o müqayisə etdiyimi. Bunlar da səhvdir. Görünür, təbiət də, onun tərkib hissəsi, onun cəmiyyətdə də dünyaya gələndə belə səhvlər olur və bunlar insan cildində tutaq ki, 5 ayaqlıdır, 3 ayaqlıdır, ola 2 başlıdır və xalqımız hesab edirəm ki, onun əsl mahiyyətini çox gözəl dərk edir və onlar insan yox, onlar məxluqdurlar mənim üçün.